Birləşmiş Ştatlar prezidenti Donald Trump martın sonlarında Çinə planlaşdırılan səfərini təxminən bir ay təxirə salmağı düşünür. Ağ Ev rəhbəri yaxın şərqdəki münaqişəyə görə işgüzar səfəri məqsədəuyğun hesab eləmir. Çünki müharibə fonunda bu, ABŞ daxilində mənfi reaksiya doğura və Trumpın hazırki öncəliklərini kölgədə qoya bilər. Prezidentin açıqlamalarına görə səfərin təxirə salınmasında heç bir digər məqsəd yoxdur. Sadəcə o, baş komandan kimi müharibənin gedişatını izləməli və idarə etməlidir. Daha əvvəl Pekinin Hörmüz məsələsində Vaşinqtona kömək etməyəcəyi halda Trumpın səfəri ləğv edəcəyi deyilirdi. Ancaq Birləşmiş Ştatların Maliyyə naziri Scott Bessent səfərin təxirə salınmasının Çinlə ticarət və ya Hörmüz boğazı məsələlərinə görə olmadığını bildirib. Hakimiyyətə gələrkən Çini əsas hədəf elan edən prezidentin görünür hazırki prioriteti yaxın şərqə yönəlib. Həmçinin Trumpın Pekinə getməməsi ABŞ-nin mövqeyini zəiflətməkdən çox diplomatik çevikliyi qorumağa xidmət eləyir. Pekin son illərdə Vaşinqtona qarşı önəmli təsir rıçaqları formalaşdıra bilib. Bu səbəbdən müharibə şəraitində olan ABŞ-nin hazırda Çin qarşısında dominantlıq imkanları bir qədər zəifdir. Trumpın Pekinə səfəri ilə bağlı dedikləri onu göstərir ki, müharibə hələ bir ayda davam edə bilər. Ağ Ev anlayıb ki, müharibə davam etdiyi və Amerikalı hərbiçilərin risk altında olduğu halda belə bir səfərin görüntüsü çox mənfi təsir yarada bilər. Buna görə də səfər hələlik təxirə salınıb, lakin münaqişə daha da genişləndikcə bu məsələ gündəmdə qalmağa davam edəcək. Liderlər arasında səfərin təxiri mövzusu gündəmdə olsa da, Amerikalı və Çinli rəsmilər Parisdə görüşüblər. Məlumata görə onlar ticarət, investisiyalar və iqtisadi sanksiyalar mövzularını müzakirə eləyərək ilkin razılığa gəliblər. Bu danışıqlar əslində Trump-Xi Jinping görüşünün əhəmiyyətini artırır. Çünki tərəflər hazırda ticarət və geosiyasi balans məsələlərində imkanlarını qiymətləndirirlər. Ancaq Trumpın səfəri təxirə salması diplomatik masada Pekinə əlavə rıçaqlar qazandırmaması ilə bağlıdır. Çin, ABŞ-nin hazırki durumu fonunda həm ticarət üstünlüyü, həm də regional təsirini artırmaq üçün diqqətli manevr eləyir. Ölkə Tehranla əlaqələrini və enerji ticarətini balansda saxlamağa çalışır. Pekin həm də son günlərdə Tayvan bölgəsi ətrafında hərbi aktivliyini artırıb. Bu, Vaşinqtonun diqqətinin yaxın şərqə yönəlməsini fürsət olaraq dəyərləndirmək kimi qiymətləndirilir. Fikrimcə, hazırda Trumpın Çinə getməməsi daha yaxşıdır. Onsuz da böyük bir ticarət sazişinin imzalanması gözlənilmirdi. İndiki vəziyyətdə Trumpın əli Xi Jinpingin qarşısında bir qədər zəifdir. ABŞ Ali Məhkəməsinin Trumpın tarif qərarlarını bloklaması Pekin üçün əlavə üstünlük yaradır. Bundan başqa, potensial görüşdə mövzu ticarətdən çıxıb siyasi müstəviyə yönələ bilərdi. Çin hazırda yaxın şərqlə məşğul olan ABŞ-yə Tayvanla bağlı təzyiqlər edə bilərdi. Trumpla Xi Jinping sonuncu dəfə ötən ilin oktyabrında Cənubi Koreyada görüşüblər. Tariflərlə bağlı sərt bəyanatlar səsləndirən Ağ Ev rəhbəri həmin görüşdə diplomatik tonunu yumşaldıb. Çin lideri isə danışıqları böyük uğur adlandırmışdı. Müzakirələrdən sonra ABŞ ilə Çin arasındakı gərgin ticarət siyasəti bir qədər yumşaldı. Trumpın yaxın günlərdə planlaşdırılan səfərinin də yumşalma siyasətinin davamı olacağı proqnozlaşdırılırdı.